Qoy sevgilin gəlsin də. Yox, sən nə oturmaq istəyirsən? Sevgilin var. Aha, var. Sevgilin səni varlı birinə satar. Yox. Yaxşı, sevgilinə güvənirsən də. Aha, güvənirəm. iPhone 17 qarşılığında sevgilini sınamaq istəyirsən. Aha, sınayam. Yaxşı, məni takib edirsən. Yox. Əgər məni takib eləsəydin, məndən düz 5 man pul qazansaydın, ona görə də hər kəs məni takib etsin, hər an mən sizin qarşınıza çıxa bilərəm. Onda sevgilini yığa bilərsən, konuma dəvət eləyə bilərsən. Aha, eləyərəm. Alo. Salam, necəsən? Tamam, yaxşı, sən necəsən? Sağ ol. Hardasan? Heç nə çözdəyəm. Darıxdım, dedim bəlkə görüşək. Hə, var, görüşək. Dostumu göndərəcəm, yaxın dostumdur. Səni götürməyə. O götürüb gətirəcək. Ha, okey, indi konumatım. At konu. Okay, onda sən arxa kadrda olasan, canlı izləyəsən. Aha. Neçə il sevgiliydiniz? 2. 2 il. Sevirsən? Aha, sevirəm. O səni sevir. Bəli. Artıq dostumuzla gəlmişik, fərqli canlı qardaşının sevgisini test etmək videosuna baxmağa. Nə düşünürsən? 2 il müddət az müddət deyil də. Məncə aldatmayacaq. Hal-hazırda maşın olaraq Mercedes Maybach-la gedirəm. İnsə dostlar, yığıram ki, mən burdayam. Alo. Aha. Mən burdayam, Mövcey. Aha, yaxşı, yığıb xəbər verirəm. Salam. Tərifə nə Mövcey? Siz məni sevgili çoxdan tanıyırsınız. Bütün dostları tanıyır. Demək olar ki. Rəfəqin dostu olmandan şübhələnmir. Necə? Çoxdan tanıyırsınız məni sevgili. Bəli. Heç vaxt görməmisiniz. Bu hansı maşın? Bu Maybach-dır. Görüşüm. Və sizə sevgilisi var? Sənin nə dəxlisi var ki? Prosto soruşun. Yoxdur sevgilim. Tərifə nə? Burada otura bilərik. Niyə ki? Tanış olmaq prosto. Belə bir. Mən səndən niyə tanış oldum ki? Yəni belə şey gözləmirdim. İşləmir, maşın yoxdur. Mən heç nə ala bilmirəm. Gedək oturaq orada. Bildin də, qoy sevgilin gəlsin də. Yox, sən nə oturmaq istəyirsən? Sənin saxta dostu var. Bu bir sınağı idi. Sənin sevgilin sınıyırdı. Buyur. Niyə? Heç nə olmamış kimi düşdü. Bir söz tapa bilmirəm. Danışmaq istəmirəm.